belədir. Bugünkü qonağımız Hakim Visalə xanımdır. Siz nə istəyirsiniz? Sən bizim məhkəməyə, ali məhkəməyə xoş gəlmisən Sehra. Bizim ali məhkəmənin binası çox gözəl binadır. Xoşuna gəldi bizim bina. Ən gözəl ədalət saraylarından biridir. Bütün dünya ölkələrinin içərisində demək olar ki, biz fəxrlə deyə bilərik ki, bizim ali məhkəmə çox gözəl binadır. Biz burada nə iş görürük? Hakimlər ədalət mühakiməsini həyata keçirir. Amma bu nə deməkdir? Bu o deməkdir ki, hakimlər insanlar arasında mübahisələri həll eləyir. Məsələn, deyək ki, bax sən həyətdə yoldaşlarınla nəsə oyun oynayırsan. Orada bir qaydalar var, düzdür? Oyunun bir qaydaları var. Kimsə bu qaydanı pozdu. Onda siz o yoldaşınızı oyundan çıxardırsınız, nəsə ona bir cəza vermək istəyirsiniz və yaxud da hansısa yoldaşınız bir səhv hərəkət eləyəndə siz onu dəvət edirsiniz, düzgün yola gəlsin. Deyirsən ki, bax sən kiminsə oyuncağını aldın, sən onun oyuncağını qaytar. Bax, hakimlər cəmiyyətdə insanlar arasındakı bu mübahisələri həll eləyir, əmlak mübahisələrini həll eləyir. Əgər kimsə qayda qanunu pozsa, dövlətin adından ona cəza təyin edir. Hakim nə deməkdir? Hakim hökm verən və hikmət sahibi olan deməkdir. Yəni hakimlər ta qədim zamanlardan ən ağıllı, ən müdrik, ən məsuliyyətli insanlardan seçilib ki, onlar insanlar arasındakı mübahisələri həll edərkən səhvə yol verməsinlər, düzgün qərarlar qəbul eləsinlər. Hakim olmaq çətindir. Hə, Sehra, hakim olmaq asan deyil. Hakim olmaq üçün ən əvvəl hüquq təhsilin olmalıdır. Hüquqşünas olmaq üçün isə məktəbdə çox yaxşı oxumaq lazımdır. Sənin qiymətlərin əla olmalıdır. Ondan sonra hüquq fakültəsini bitirəndən sonra isə sən hüquqşünas kimi bir 5 il işləyib təcrübə toplamalısan ki, sənin hakim olmaq üçün kifayət qədər təcrübən olsun. Yəni hakimlər ən təcrübəli, ən savadlı hüquqşünaslardan təyin olunur. Ona görə də hətta hakim olandan sonra belə hakimlər heç vaxt oxumağı dayandırmır, öz üzərlərində işləyir, öz biliklərini artırır və məsuliyyət sahibi insanlar olurlar, həm cəmiyyətdə, həm işdə. Yəni hakim başqa peşə sahiblərindən fərqi odur ki, digər peşə sahibləri məsələn işdən evə gedəndə dincəlirlər. Amma hakimlər işdən evə gedəndə də sabah qəbul edəcəyi qərarlar barədə fikirləşir ki, görəsən mən sabahki mübahisə üzrə düzmü qərar verəcəm, səhvmi qərar verəcəm. Bir onu özüm evdə də bir fikirləşim ki, mənim verdiyim qərar düzmü olacaq. Hətta bəzən evdə də işləyirlər, işləri evdə də oxuyurlar. Amma sehirli xalatın hakimlər başında papağı da. Sehirli xalat da geyinirlər. Hə, o sehirli xalat bilirsən nədir Sehra? O sehirli xalat odur ki, hakimlər iclasa girəndə bu xalatı geyirlərsə mantiyanı, bütün dünya işlərindən təcrid olunurlar. Fikirləri ancaq baxacaqları mübahisədə olur. O xalat onun üçündür ki, bu rəmzi mənadır ki, bu hakim öz problemlərini unudur, öz şəxsi məsələlərini unudur, ancaq diqqəti olur baxacağı işdə. Ona görə biz o sehirli xalatı geyinirik. Əgər mənim kimsə oyuncağımı götürürsə, mən nə edə bilərəm? Hə, Sehra, əgər kimsə sənin oyuncağı götürsə, sən əvvəl çalışmalısan ki, özün o oyuncağı yoldaşından alasan. Çünki insanlar əvvəlcə mübahisələri özləri aralarında danışaraq həll etməyə çalışmalıdırlar. Əgər görsən ki, yoldaşın sənə oyuncağı vermək istəmir, onda bir başqa adamdan yardım istəyə bilərsən. Yəni elə bir insan olmalıdır ki, o qərəzsiz olmalıdır. Yəni nə sənin yaxın yoldaşın, nə onun yaxın yoldaşı olmamalıdır. Məsələn, müəllimə ola bilər.
müəllimə qərəzsiz olacaq. Bax, dinləyəcək sizi ki, baxıb görün bu oyuncaq kimindirsə, alacaq, sahibinə verəcək. Ona görə də hakimlər də belə davranır. Hakimlər işlərə baxanda, əgər görsələr ki, o mübahisə tərəfi onun yoldaşıdır, yaxınıdır, özünə etiraz verməlidir ki, mən bu işdə qərəzsiz deyiləm. Yəni, mübahisəni həll edən hakim heç bir tərəfin yaxın dostu, yoldaşı olmamalıdır. Bəs o nədir? Hə, Səhra, bu Femida heykəlidir. Bu Yunan ilahəsidir. Yunan əfsanələrində bu ədalət ilahəsi kimi onun simvoludur. Ədalət ilahəsidir. Amma məhkəmələrdə, hakimlər otaqlarında bu heykəldən ədalət mühakiməsinin rəmzi kimi istifadə edirlər. Bax, sən bax, Femida heykəlinin gözləri bağlıdır. Görürsən? Bu nə deməkdir? Bu o deməkdir ki, ədalət qarşısında hamı bərabərdir. Yəni, heç kəsin o birindən üstünlüyü yoxdur. Bax, onun əlində tərəzi var. Görsən, Sehra, o bilirsən nə deməkdir? Yəni, ədalət mühakiməsi zamanı günah və onun savabları, xeyir və şər tərəzidə çəkilir və hansı ağır basırsa, ona uyğun qərar verilir. Görürsən, əlində də qılınc var. Qılınc isə o deməkdir ki, ədalət mühakiməsini həyata keçirən şəxslər günahkarları o qılıncla dövlətin adından cəzalandırmalıdırlar. Amma dövlətin cəzası o demək deyil ki, dövlət öz vətəndaşlarını istəmir, onlara cəza verir. Bu bilirsən nəyə oxşayır, Səhra? Məsələn, anamız bizə evdə cəzanı nəyə görə verir? Ona görə verir ki, biz gələcəkdə o səhvləri eləməyək. Yəni, bu cəza islah olunmaq xarakteri daşıyır. Dövlət də bu cəzaları vətəndaşlara ona görə verir ki, o vətəndaşlar o hərəkəti artıq etməsinlər. Yəni, islah olunsunlar və düzgün yola qayıtsınlar. Mən də böyüyəndə hakim ola bilərəm. Səhra, sənə o mantiya o qədər çox gözəl yaraşıb ki, məncə sən böyüyəndə hakim olmalısan. Mən də uşaqlıqdan həmişə fikirləşirdim ki, böyüyəndə hüquqşünas olacağam. Hakim olmaq istəyirsənsə, Səhra, dərslərini çox yaxşı oxumalısan, çoxlu kitab oxumalısan, çoxlu şeir əzbərləməlisən ki, hakimlərin yaddaşı yaxşı olmalıdır. Onu da məşq elətdirə, yəni şeirlər əzbərləyərək, dərslərimizi yaxşı oxuyaraq yaddaşımızı möhkəmləndiririk. Dərslərimizi yaxşı oxuyuruqsa, sən də gələcəkdə inşallah hakim olarsan, ürəyin nə istəyir, hansı peşəyə istəyirsən, sahib ola bilərsən və səndən çox gözəl hakim olar. Çünki sənin nitqin gözəldir. Hakimin də birinci nitqi gözəl olmalıdır. Çox sağ olun, təşəkkür edirəm. Mən sənə təşəkkür edirəm və mənim sənə qarşıdan gələn uşaqlar bayramı münasibətilə bir hədiyyəm var, bir sürprizim var. Bu da sənin hədiyyən. Çox sağ ol. Gözəl suallarıma görə, maraqlı suallarıma görə. Çox sağ ol. Sən də sağ ol.